Oğlaq Bürcü 11 aprel 2025-ci il Oğlaq Bürcünün proqnozu. Bugün Oğlaqlar üçün daha çox balans və sabitlik axtarışında olduqları bir gündür. Daxili intizamınız və məsuliyyət hissiniz ön planda olacaq, bu da sizi həm işdə, həm də şəxsi həyatda önə çıxara bilər. Gün ərzində qarşınıza çıxacaq kiçik maneələrə soyuqqanlı yanaşmaq və planlı şəkildə hərəkət etmək sizə uğur gətirəcək. İş mühitində praktiklik və dəqiqlik sizə əlavə üstünlüklər qazandıra bilər. Rəhbərlik və ya komanda yoldaşlarınız sizdən məsləhət istəyə bilər. Bu da özünüzə olan güvəninizin artmasına səbəb olacaq. Əgər yeni bir layihəyə başlamağı düşünürsünüzsə, bugün ilkin addımlar üçün yaxşı vaxtdır. Mühüm sənədlərlə işləyərkən diqqətli olun, detalları göz ardı etməyin. Şəxsi münasibətlərdə sabitlik axtarışında olacaqsınız. Qarşı tərəfdən daha çox dəstək və anlayış gözləyirsiniz. Bugün yaxınlarınızla sakit və dərin söhbətlər etmək üçün əlverişlidir. Uzun müddətdir danışılmayan mövzuları açıq şəkildə gündəmə gətirmək müsbət nəticə verə bilər. Əgər münasibətdə deyilsinizsə, yeni biri ilə tanışlıq ehtimalı az olsa da mövcud dostluqlar dərinləşə bilər. Maliyyə məsələlərində bugün daha ehtiyatlı olmaq tövsiyə olunur. Xərclərinizə nəzarət edin və impulsiv alış-verişlərdən uzaq durun. Büdcənizi yenidən nəzərdən keçirmək və qənaət planları qurmaq üçün münasib gündür. Sağlamlıqla bağlı olaraq enerjiniz günün ilk yarısında daha yüksək ola bilər, lakin axşama doğru yorğunluq hiss edə bilərsiniz. Bunu önləmək üçün gün ərzində özünüzə kiçik fasilələr verməyi unutmayın. Fiziki fəaliyyət, xüsusilə də təmiz havada gəzişmək ruh halınıza müsbət təsir göstərəcək. Ümumilikdə 11 aprel 2025-ci il Oğlaqlar üçün məhsuldar və ölçülü biçili qərarlar verməklə yadda qalacaq bir gündür. Səbr və məqsədyönlülük bugün sizin ən güclü silahınızdır. Dolça Bürcü 11 aprel 2025-ci il Dolça Bürcünün proqnozu. Bugün dolçalar üçün yaradıcılıq və fərqli düşüncə ön plana çıxır. Rutindən çıxmaq, yeni ideyalarla işləmək və fərqli yanaşmalar sərgiləmək üçün əlverişli zamandır. Gözlənilməz ilham anları yaşaya bilərsiniz. Bu da həm şəxsi, həm də peşəkar sahədə müsbət təsir göstərə bilər. İş həyatında daha çevik və adaptiv olmaq sizə üstünlük qazandıracaq. Əgər komandada işləyirsinizsə, fikirlərinizin qəbul görməsi sizi motivasiya edə bilər. Bəzi dolçalar üçün yeni bir əməkdaşlıq və ya fərqli layihəyə başlamaq imkanı yarana bilər. Qərar verərkən daxili hisslərinizi də nəzərə alın, amma reallıqdan uzaqlaşmamaq şərti ilə. Şəxsi münasibətlərdə biraz daha sərbəst olmaq istəyəcəksiniz. Sərhədlərə və şəxsi məkana ehtiyac duya bilərsiniz. Bu da bəzən qarşı tərəflə anlaşılmazlığa səbəb ola bilər. Ünsiyyəti açıq və səmimi saxlayın, hisslərinizi ifadə etmək sizi yüngülləşdirəcək. Əgər münasibətdə deyilsinizsə, bugün maraqlı tanışlıqlar ehtimalı yüksəkdir, xüsusilə sosial və ya yaradıcılıq yönümlü fəaliyyətlərdə. Maliyyə baxımından sürpriz gəlirlər və ya kiçik imkanlarla qarşılaşa bilərsiniz. Ancaq vəsaitinizi harcayarkən daha planlı olmaq, xüsusilə texnologiya və ya qeyri-adi məhsullara pul xərcləyərkən ehtiyatlı davranmaq vacibdir. Sağlamlıqda enerjinizin dalğalı olması mümkündür. Zihni fəaliyyətlərlə çox məşğul olmaq bəzən sizi fiziki baxımdan yora bilər. Meditasiya, nəfəs məşqləri və təbiətlə təmas bu gərginliyi azaltmağa kömək edə bilər. Ümumilikdə 11 aprel 2025-ci il dolçalar üçün yaradıcı, dinamik və biraz da qeyri-adi enerjilərlə doludur. Öz fərqliliyinizdən qorxmayın, əksinə onu doğru şəkildə ifadə etsəniz, gün sizin üçün olduqca məhsuldar keçəcək. Balıq Bürcü 11 aprel 2025-ci il Balıq Bürcünün proqnozu. Bugün balıqlar üçün emosional dərinlik və daxili ahəng ön plandadır. Hissləriniz daha güclü və intuitiv ola bilər. Gün ərzində baş verən hadisələrə qarşı daha həssas yanaşa bilərsiniz, amma bu həssaslıq sizə həm insanları anlamaqda, həm də doğru qərarlar verməkdə üstünlük qazandıra bilər. Peşəkar sahədə isə sakit və diqqətli davranmaq tövsiyə olunur. Ətrafınızdakiların niyyətlərini asanlıqla sezə bilərsiniz, bu da qarşılıqlı əməkdaşlıqlarda sizə avantaj verəcək. Rutin işlərə fokuslanmaq və yarımçıq qalmış tapşırıqları tamamlamaq üçün əlverişli zamandır.
Əgər yaradıcılıqla bağlı sahədə çalışırsınızsa, ilham bugün sizə yaxın olacaq. Şəxsi münasibətlərdə anlayış və empatiya ön plandadır. Əgər münasibətdəsinizsə, partnerinizlə daha dərin bağlar qurmaq və emosional yaxınlaşma üçün əla fürsətlər yaranacaq. Qarşılıqlı anlayış və sakit ünsiyyət münasibəti gücləndirə bilər. Subay balıqlar isə bugün emosional bağ qura biləcəkləri biri ilə qarşılaşa bilərlər, xüsusilə ruhi uyğunluq hiss etdikləri biri ilə. Maliyyə məsələlərində isə ehtiyatlı olmaq tövsiyə olunur. Hisslərinizə əsaslanaraq qərar vermək əvəzinə daha çox fakta və planlara söykənmək vacibdir. Kiçik xərclər gözlənilməz şəkildə arta bilər, buna görə büdcənizi öncədən gözdən keçirmək faydalı olacaq. Sağlamlıq baxımından isə özünüzə daha çox vaxt ayırmaq, dincəlmək və psixoloji rahatlıq yaratmaq önəmlidir. Su elementli fəaliyyətlər, məsələn, üzgüçülük, isti vanna və ya meditativ musiqilər, ruhunuzu sakitləşdirə bilər. Ümumilikdə 11 aprel 2025-ci il balıqlar üçün duyğusal zənginlik, sakitlik və daxili tarazlıqla keçə biləcək bir gündür. Özünüzü başa düşməyə və hisslərinizi düzgün yönləndirməyə çalışsanız, həm şəxsi, həm də peşəkar sahədə gözəl nəticələr əldə edə bilərsiniz. Qoç bürcü 11 aprel 2025-ci il Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün enerjili və qərar vermə gücünün yüksək olduğu bir gündür. İçinizdəki motivasiya sizi irəli aparacaq və əgər doğru istiqamətə yönəlsəniz, qarşınıza çıxan maneələri asanlıqla aşa bilərsiniz. Hərəkətli və tempolu günə hazır olun, hərəkətə keçmək üçün fürsətlər sizi gözləyir. İş həyatında təşəbbüskar davranışınız diqqət çəkə bilər. Yeni ideyalarla çıxış etmək, layihələrə liderlik etmək üçün münasib zamandır. Əgər bir qərar vermək üzrəsinizsə, bugün onu həyata keçirmək üçün özünüzdə güc tapacaqsınız. Amma impulsiv qərarlardan bir qədər uzaq durmaq faydalı ola bilər, xüsusən maliyyə və ya uzun müddətli öhdəliklərlə bağlı məsələlərdə. Şəxsi münasibətlərdə daha dürüst və açıq davranmaq ehtiyacı hiss edəcəksiniz. Duyğularınızı ifadə etməkdən çəkinməyin, lakin qarşı tərəfin hisslərini də nəzərə almağı unutmayın. Əgər münasibətinizdə anlaşılmazlıqlar varsa, bugün onları açıq danışaraq aradan qaldıra bilərsiniz. Subay qoçlar üçün isə gözlənilməz bir tanışlıq mümkündür, xüsusilə sürətli və təsadüfi başlayan söhbətlər maraqlı yön alacaq. Maliyyə məsələlərində fürsətlər və risklər bir arada ola bilər. Əgər yaxşı planlaşdırırsınızsa, kiçik bir investisiya uzun müddətli qazanca çevrilə bilər. Amma impulsla hərəkət etməmək önəmlidir, düşünülmüş addımlar daha uğurlu nəticə verəcək. Sağlamlıq baxımından fiziki enerjiniz yüksək olsa da, onu düzgün istiqamətləndirmək vacibdir. İdman, yürüyüş və ya aktiv fəaliyyətlər sizi balansda saxlaya bilər. Bəzən əsəb və gərginlik də arta bilər, bu halda qısa fasilələrlə özünüzə nəfəs alma fürsəti yaratmaq yaxşı olar. Ümumilikdə 11 aprel 2025-ci il qoçlar üçün təşəbbüskar, enerjili və irəliləməyə açıq bir gündür. Daxili gücünüzə güvənin, amma planlı və ağıllı şəkildə hərəkət etməyi unutmayın. Bugün atılan addımlar gələcək uğurların təməlini qoya bilər. Boğa bürcü 11 aprel 2025-ci il Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sabitlik və rahatlıq axtarışı ön planda olacaq. Hər şeyi öz axarında, planlı və sakit şəkildə aparmaq istəyəcəksiniz. Gözlənilməz dəyişikliklərə qarşı bir qədər ehtiyatlı yanaşa bilərsiniz, amma çevik olmağa çalışsanız, günün enerjisini daha yaxşı dəyərləndirə bilərsiniz. İş həyatında məhsuldarlıq və praktiklik sizin güclü tərəfiniz olacaq. Əgər üzərində işlədiyiniz bir layihə varsa, bugün onun əsas hissəsini tamamlamaq üçün mükəmməl zamandır. Tələsmədən, amma qərarlı şəkildə addım atmaq sizə uğur gətirəcək. Ətrafınızdakılar sizdən məsləhət və dəstək istəyə bilər, bu da sizin bacarıqlarınızın dəyərini göstərir. Münasibətlər sahəsində isə bugün romantik və emosional yaxınlaşmalar üçün əlverişlidir. Sevdiyiniz insanla daha sakit, amma dərin söhbətlər aparmaq üçün münasib vaxtdır. Əgər münasibətdə deyilsinizsə, bugün tanışacağınız biri ilə emosional uyğunluq hiss edə bilərsiniz. Əsas odur ki, özünüz kimi davranın və təbii olun. Maliyyə baxımından sabitlik sizin üçün vacibdir və bugün də pul məsələlərinə ciddi yanaşacaqsınız.
Xərclərinizi nəzərdən keçirmək, kiçik, lakin uzun müddətli faydası olan yatırımlar etmək üçün münasib gündür. Yeni maliyyə planları qurmaq və qənaət rejiminə keçmək faydalı olacaq. Sağlamlıqda isə özünüzü biraz yorğun və hərəkətsiz hiss edə bilərsiniz. Yüngül fiziki fəaliyyət, məsələn, təmiz havada gəzmək və ya sakit musiqi ilə rahatlaşmaq, gününüzü balanslı saxlamağa kömək edəcək. Özünüzə qarşı diqqətli olun, bədəniniz sizə nə lazım olduğunu söyləyəcək. Ümumilikdə 11 aprel 2025-ci il buğalar üçün sakit, məhsuldar və sabit addımlarla irəliləmək üçün əlverişli gündür. Daxili sükunətinizi qoruyun və həyatın gözəlliklərini kiçik detallarda tapmağa çalışın. Bu, sizi həm ruhən, həm də fiziki olaraq gücləndirəcək. Əkizlər bürcü. 11 aprel 2025-ci il Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün ünsiyyət və dəyişiklik enerjisi ilə doludur. Maraqlı xəbərlər alan, yeni insanlarla tanış ola və fikirlərinizi paylaşmaq üçün fürsətlər əldə edə bilərsiniz. Zehniniz aktiv, ideyalarınız isə axıcı olacaq. Bu da sizi həm sosial, həm də iş həyatında ön plana çıxaracaq. İş sahəsində kommunikasiya bacarıqlarınız önə çıxacaq. Görüşlər, təqdimatlar və danışıqlar üçün çox əlverişli gündür. Əgər yaradıcı sahədə çalışırsınızsa, bugün ilham dolu ola bilər. Bununla belə, detalları gözdən qaçırmamaq üçün diqqətli olmaqda fayda var. Hər şeyi eyni anda etməyə çalışmayın. Prioritetləri düzgün müəyyənləşdirin. Şəxsi münasibətlərdə isə söhbət və qarşılıqlı anlayış ön planda olacaq. Qarşı tərəflə fikirlərinizi bölüşmək, fikir ayrılıqlarını aradan qaldırmaq üçün bugün çox münasibdir. Subay əkizlər üçün isə yeni tanışlıqlar mümkündür, xüsusilə onlarla intellektual əlaqə qura biləcəkləri biri ilə. Maliyyə baxımından dəyişkən bir gün ola bilər. Gözlənilməz xərclər çıxa bilər, lakin eyni zamanda kiçik qazanc və ya əlavə gəlir imkanları da meydana çıxa bilər. Pul məsələlərində qərar verərkən impulsiv olmamağa çalışın, xüsusilə alış-veriş zamanı. Sağlamlıq sahəsində isə enerji yüksək olsa da, diqqəti bir yerə toplamaq çətin ola bilər. Zihni yorğunluq və dağınıqlıq hiss etsəniz, qısa fasilələrlə nəfəs almağa, musiqi dinləməyə və ya yazı yazmağa çalışın. Bu, sizi yenidən tarazlı vəziyyətə gətirəcək. Ümumilikdə 11 aprel 2025-ci il əkizlər üçün dinamik, ünsiyyətlə zəngin və yeni fikirlərlə dolu bir gündür. Açıq fikirli olun, amma fokuslanmağı da unutmayın. Bu ikisi birlikdə sizi uğura aparacaq. Xərçəng bürcü. 11 aprel 2025-ci il Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün emosional tarazlıq və daxili rahatlıq ön plandadır. Hissləriniz dərinləşə bilər və intuisiya güclü şəkildə sizə yol göstərə bilər. Ətrafınızdakı insanların enerjisini asanlıqla hiss edə bilərsiniz. Bu da həm faydalı müşahidələrə, həm də emosional yorğunluğa səbəb ola bilər. Özünüzə zaman ayırmaq və daxili səsinizə qulaq asmaq bugün çox vacibdir. İş həyatında sakit, amma məhsuldar bir gün yaşana bilər. Yaradıcı və detallara önəm verən işlərdə uğurlu ola bilərsiniz. Əgər daha əvvəl başladığınız bir layihə varsa, bugün onu təkmilləşdirmək və ya son toxunuşlarını etmək üçün münasib vaxtdır. Komanda işində isə duyğusal həssaslıq göstərmək müsbət əks-səda doğuracaq. Əməkdaşlarınızla qarşılıqlı anlaşma önəmlidir. Şəxsi münasibətlər sahəsində isə yaxınlıq və dərin duyğular ön plana çıxır. Sevdiyiniz insanla səmimi söhbətlər və paylaşım üçün çox uyğun gündür. Qarşı tərəfdən anlayış və dəstək gözləyirsiniz və bu ehtiyacınız cavabsız qalmaya bilər. Subay xərçənglər isə ruhən yaxın hiss edəcəkləri biri ilə tanış ola bilərlər. Bu tanışlıq gözlənilmədən başlayıb, dərin bir bağa çevrilə bilər. Maliyyə məsələlərində isə ehtiyatlı davranmaq faydalı olar. Emosional qərarlar sizi lazımsız xərclərə sürükləyə bilər. Əgər alış-veriş edirsinizsə, öncədən planlaşdırın və hissə qapılıb xərcləməməyə çalışın. Sağlamlıq baxımından isə emosional yük sizi fiziki olaraq da təsirləyə bilər. Buna görə stressdən uzaq durmağa, kifayət qədər yatmağa və özünüzə emosional rahatlıq verən fəaliyyətlərə zaman ayırmağa çalışın. Su ilə əlaqəli fəaliyyətlər, isti duş, hamam və ya dəniz səsləri ilə rahatlaşma bugün sizə çox yaxşı təsir edəcək. Ümumilikdə 11 aprel 2025-ci il xərçənglər üçün dərin hisslər, anlayış və daxili güclə keçəcək bir gündür.
Özünüzə qarşı mehriban olun, sizi yoran vəziyyətlərdən uzaq durun və əsl dəyər verdiklərinizə fokuslanın. Bu, gününüzü daha mənalı edəcək. Şir bürcü 11 aprel 2025-ci il Şir bürcünün proqnozu. Bugün şirlər üçün özünü ifadə etmək və diqqət mərkəzində olmaq ehtiyacı ön plandadır. Daxilinizdəki yaradıcılıq və liderlik enerjisi güclü şəkildə hiss olunacaq. Gün ərzində ətrafınızdakı insanlarla əlaqələrinizdə öz sözünüzü demək, ideyalarınızı paylaşmaq və təşəbbüs göstərmək üçün əlverişli fürsətlər yaranacaq. Peşəkar sahədə uğurlar sizi gözləyə bilər. Əgər bir layihəni təqdim etmək, rəhbərliklə danışmaq və ya öz fikirlərinizi müdafiə etmək istəyirsinizsə, bugün tam zamanıdır. Özünüzə olan inamınız yüksələcək və bu, qarşı tərəfə də keçəcək. Ətrafınızdakılar sizdən ilham ala bilər. Amma diqqətli olun, egonuzun sizi idarə etməsinə icazə verməyin, balansı qorumaq önəmlidir. Şəxsi münasibətlərdə isə ehtiras və diqqət istəyi artır. Sevdiyiniz insandan qayğı və maraq gözləyə bilərsiniz. Əgər bu diqqəti görmürsünüzsə, incikliklər yarana bilər. Bu səbəbdən hisslərinizi açıq şəkildə, amma incə dillə ifadə etməyə çalışın. Subay şirlər üçün isə romantik tanışlıqlar mümkündür, xüsusilə özünə güvənli və xarizmatik biri ilə qarşılaşma ehtimalı var. Maliyyə məsələlərində bugün risk alma meyliniz arta bilər. Xüsusilə bahalı və lüks əşyalar almaq istəyiniz güclənə bilər. Lakin xərcləmədən öncə real ehtiyaclarınızı və uzun müddətli planlarınızı düşünmək daha faydalı olacaq. Sağlamlıq baxımından isə enerjiniz yüksək olsa da, özünüzü həddindən artıq yormamaq vacibdir. Fiziki fəaliyyət sizi canlandıracaq, amma istirahəti də unutmayın. Günəş işığı və təmiz hava sizə müsbət təsir edəcək. Əgər mümkün olsa, açıq havada vaxt keçirin. Ümumilikdə 11 aprel 2025-ci il şirlər üçün özünü ifadə etmək, parıldamaq və fərq yaratmaq üçün çox münasib bir gündür. Liderlik keyfiyyətlərinizlə fərqlənin, amma eyni zamanda dinləməyi və paylaşmağı da unutmayın. Bu, sizi daha da gücləndirəcək. Qız bürcü 11 aprel 2025-ci il Qız bürcünün proqnozu. Bugün qızlar üçün diqqət, dəqiqlik və analiz qabiliyyəti ön planda olacaq. Gün ərzində təfərrüatlara daha çox fokuslanacaq, hətta başqalarının gözündən qaçan nüansları belə sezə biləcəksiniz. Bu qabiliyyətiniz həm işdə, həm şəxsi münasibətlərdə sizə üstünlük qazandıra bilər. İş həyatında məsuliyyətli və planlı davranışınız sayəsində bir çox işi uğurla tamamlayacaqsınız. İdarə etməli olduğunuz sənədlər, hesabatlar və ya təşkilati məsələlər varsa, bugün onları həll etmək üçün mükəmməl zamandır. Rəhbərlik və ya həmkarlarınız tərəfindən diqqət və təqdir görmək ehtimalı yüksəkdir. Lakin özünüzü çox yükləməməyə çalışın, hər şeyə nəzarət etməyə çalışmaq sizə əlavə stres verə bilər. Şəxsi münasibətlərdə isə hər şeyə məntiq çərçivəsindən yanaşmaq istəyə bilərsiniz, lakin bu, emosional yaxınlığa bir qədər mane ola bilər. Qarşı tərəfi anlamağa çalışın, tənqid etmədən əvvəl empati göstərin. Əgər münasibətdəsinizsə, kiçik diqqət jestləri ilə qarşı tərəfi sevindirmək mümkündür. Subay qızlar üçün isə bugün tanış olduqları biri ilə maraqlı və dərin bir söhbət başlaya bilər. Maliyyə sahəsində isə sabitlik və planlılıq hakim olacaq. Büdcənizi gözdən keçirmək, artıq xərcləri müəyyənləşdirib aradan qaldırmaq üçün əla gündür. Kiçik, lakin ağıllı yatırımlar uzun müddətli fayda gətirə bilər. Sağlamlıqla bağlı olaraq özünüzü bir qədər gərgin və ya həssas hiss edə bilərsiniz. Stressin təsirini azaltmaq üçün sadə rahatlama üsullarına, məsələn, təmiz hava, sakit musiqi və ya meditasiyaya yönəlmək faydalı olar. Həzm sistemi bugün bir qədər həssas ola bilər, yüngül və balanslı qidalanmağa çalışın. Ümumilikdə 11 aprel 2025-ci il qızlar üçün məhsuldar, planlı və detallara diqqət yetirərək uğur qazana biləcəkləri bir gündür. Daxili intizamınızı qoruyun, amma duyğulara da yer verin. Bu balans sizə həm daxili rahatlıq, həm də xarici harmoniya gətirəcək. Tərəzi bürcü 11 aprel 2025-ci il Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün balans, harmoniya və qarşılıqlı anlaşma ön planda olacaq.
Ətrafınızdakı insanlarla ahəngli münasibət qurmaq istəyiniz güclənəcək və diplomatik davranışlarınızla bir çox gərginliyi yumşalda bilərsiniz. Estetik duyğunuz da bugün yüksələcək. Gözəllik, sənət və yaradıcı işlər sizə xüsusi zövq verə bilər. İş həyatında əməkdaşlıq və komanda işi önə çıxır. Tək başına deyil, başqaları ilə birlikdə işlədikdə daha məhsuldar nəticələr əldə edə bilərsiniz. Əgər ortaq layihələr və ya təqdimatlar varsa, bugün sizin sözünüz dinlənəcək. Danışıqlarda ədalətli və sakit tonunuzla razılaşmalar əldə etmək mümkündür. Lakin qərar vermədən əvvəl bütün detalları qiymətləndirdiyinizə əmin olun. Şəxsi münasibətlərdə romantik və emosional yaxınlaşmalar üçün çox əlverişli gündür. Sevgi münasibətləri ahəngli və sakit keçə bilər. Qarşı tərəflə qarşılıqlı anlayış, gözəl jestlər və açıq ünsiyyət münasibətinizi möhkəmləndirəcək. Subay tərəzilər üçün isə tanışlıq ehtimalı yüksəkdir. Xüsusilə sənət, musiqi və ya sosial tədbirlərdə maraqlı biri ilə yollarınız kəsişə bilər. Maliyyə sahəsində ehtiyatlı olmağınız tövsiyə olunur. Gözəl və zərif əşyalara pul xərcləməyə meyilli ola bilərsiniz. Alış-veriş etməzdən əvvəl büdcənizə uyğun hərəkət etməyə çalışın və ani istəklərə aldanmayın. Sağlamlıq baxımından isə balansı qorumaq əsasdır. Bugün psixoloji və emosional tarazlıq bədəninizə də təsir edəcək. Yüngül fiziki hərəkətlər, yoga və ya meditasiya kimi fəaliyyətlər sizi rahatlaşdıracaq. Gözəl musiqi dinləmək və sakit mühitdə olmaq ruhunuza çox yaxşı təsir edəcək. Ümumilikdə 11 aprel 2025-ci il tərəzilər üçün sosial əlaqələrin, harmoniya axtarışının və incəliklərin ön planda olduğu bir gündür. Daxili və xarici balansınızı qoruduğunuz təqdirdə həm münasibətlərdə, həm də iş həyatında uğurlar sizinlə olacaq. Əqrəb bürcü 11 aprel 2025-ci il Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün güclü bir intuisiya və daxili rəhbərlik günü ola bilər. Duyğularınız və hisslərinizin sizi yönləndirməsi, ətrafınızdakı insanların niyyətlərini anlamaqda sizə kömək edəcək. Bu xüsusiyyətiniz iş və şəxsi münasibətlərdə vacib qərarlar vermənizə yardımcı ola bilər. İş həyatında xüsusilə analitik düşüncə tələb edən və strategiya qurmaq lazım olan vəziyyətlərdə uğur qazana bilərsiniz. Hər şeyin hərtərəfli analiz edilməsi və gözlənilməz vəziyyətlərə qarşı hazırlıqlı olmaq bugün sizi üstün edəcək. Həmkarlarınızla qarşılıqlı anlaşmalar qurmaq üçün çox uyğun bir gündür. Lakin diqqətli olun, çünki bəzi şəxslər gizli məqsədlərlə hərəkət edə bilər, buna görə də intuisiya və diqqətinizə güvənin. Şəxsi münasibətlərdə isə bugün bir qədər ehtiras və dərin hisslər ön plana çıxa bilər. Əgər münasibətdəysinizsə, sevdiyiniz insanla emosional yaxınlıq və dürüstlük önə çıxacaq. Hisslərinizi ifadə etməklə daha sağlam bir əlaqə qura bilərsiniz. Subay əqrəblər isə yeni bir tanışlıqda hər şeyin sürətlə irəliləməsini istəyə bilərlər, amma biraz daha ehtiyatlı və düşünülmüş yanaşmaq faydalı olacaq. Maliyyə məsələlərində müəyyən risklər və gözlənilməz xərclər ola bilər. Bugün hər hansı böyük maliyyə qərarları verməkdən çəkinin və əvvəlcədən hər şeyi diqqətlə planlaşdırın. Pul məsələlərində impulsiv davranmamağa çalışın. Sağlamlıq baxımından bədəninizi dinləmək və balanslı bir həyat tərzi sürmək vacibdir. Stress səviyyəsi yüksək ola bilər, buna görə də rahatlamaq üçün zaman ayırmaq yaxşı olar. Nəfəs məşqləri və ya meditasiya sizə rahatlıq verə bilər. Fiziki fəaliyyətlə məşğul olmaq da enerji səviyyənizi balanslaşdırmağa kömək edəcək. Ümumilikdə 11 aprel 2025-ci il əqrəblər üçün intuisiyanın güclü olduğu, dərin əlaqələrin qurulacağı və diqqətli qərarların vacib olduğu bir gündür. Hisslərinizi izləyin, amma eyni zamanda hər addımınızı düşünülmüş şəkildə atmağa çalışın. Bugün atacağınız addımlar uzun müddətli uğurların təməlini qoya bilər. Oxatan bürcü 11 aprel 2025-ci il Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün macəra və yeniliklərlə dolu bir gündür. Sizi yeniliklərə açıq və dəyişikliklərə hazır hiss edəcəksiniz. Üstəlik, qeyri-adi və fərqli fikirlər üzərində düşünmək, sərhədləri aşmaq istəyi güclü olacaq. Bugünə başlarkən nəyin sizi həqiqətən maraqlandırdığına diqqət yetirin, çünki bu, yeni fürsətlərə açıq olmanıza kömək edə bilər. İş sahəsində uzun müddətli planlarınıza diqqət yetirmək üçün əlverişli bir gündür.
Hədəflərinizi təyin etmək və onlara doğru irəliləmək üçün motivasiyanız yüksək olacaq. Əgər yeni bir layihə üzərində düşünürsünüzsə, risklərə açıq olmaq və yeni yanaşmalar sınamaq üçün yaxşı vaxtdır. Ancaq diqqətli olun, tələskən qərarlar verməmək və hər şeyin hərtərəfli analizini etmək vacibdir. Əgər yeni imkanlar qarşısında qərarsızsanız, intuisiya və təcrübənizdən istifadə edin. Şəxsi münasibətlərdə isə bugün daha çox səmimi və açıq ünsiyyət ön planda olacaq. Sevdiyiniz insanla dərin və dürüst danışmaq, hisslərinizi paylaşmaq üçün əlverişli vaxtdır. Subay oxatanlar isə bugün yeni və maraqlı tanışlıqlarla qarşılaşa bilərlər. Səmimi söhbətlər və ortaq maraqlar yeni münasibətlərə əsas yarada bilər. Maliyyə məsələlərində, xüsusilə sərmayə və böyük xərclərlə bağlı diqqətli olmağınız tövsiyə olunur. Həddindən artıq risk almağa meyilli ola bilərsiniz, amma əmin olmadan hər hansı böyük maliyyə qərarları verməkdən çəkinin. Büdcənizi diqqətlə idarə edin və lazımsız xərclərdən qaçın. Sağlamlıq baxımından bugün enerjiniz yüksək olsa da, bəzi dağınıqlıq və həssaslıq hiss edə bilərsiniz. Fiziki fəaliyyət, idman və ya açıq hava fəaliyyətləri sizə yaxşı təsir edəcək. Günün stresini atmaq üçün yüngül yürüyüşlər və ya meditasiya da faydalı ola bilər. Ümumilikdə 11 aprel 2025-ci il oxatanlar üçün yeniliklərə açıqlıq, açıq ünsiyyət və diqqətli maliyyə idarəsi önəmlidir. Həm şəxsi, həm də peşəkar həyatda riskləri qiymətləndirmək və dəyişikliklərə uyğunlaşmaq sizə uğur gətirəcək.